Xatirimdədir bir dəfə biz indi şəhriyyat klubu, bu klubda hansısa xaricdən gəlmiş bir məşhur müğənninin konserti vardı. Mən getmişdim konsertdən, orada kiçik bir orada var. Onda mən artıq bu Devlət Təhlükəsizlik Komitəsinin sədri idim. Bundan əvvəldir. Herhalde 60. illərin ortasındaydı. Əvvəlindəydi bence. Rəşid oradaydı, bir yerdə dinlədik. Sonra çıxdıq oradan piyada gedirik. Rəşid bu dəniz kənarı yerdə yaşıyor, bilirsiniz. Mən isə bu bilirsiniz, yəqin orada yaşamışam. Azərbaycan küçəsi ilə Bülbül küçəsinin kəsişdiyi o tində bir ev var, orada yaşıyordum. 3 otaqlı mənzilimiz vardı. Elə oradan keçirdik, dedim, Rəşidkədə bir çay içək. Dedi, çox məmnuniyyətlə. Baxdıq bizim evə, oturduk, çay içdik, söhbət elədik. Mənim həyat yoldaşım, mərhum Zərifə xanım bizə xidmət etdi. Bir neçə mahnılar haqqında mən buna öz fikirlərimi dedim. Birdən nədənsə mən bundan soruşdum ki, sən nə üçün Rauf Hacemi Azərbaycan mahnısını indiyə qədər okumursun? Bu dedim, nədənsə hiç düşünməmişim. Dedim, o mahnını sen bilirsən, dedi, bilirəm, əlbəttə. Zərifə xanım oturdu piyaninoda, çaldı onu. Rəşid başladı yıllarca bunu okumağa. Ondan keçəndən bir 10-15 gün sonra o mənə telefon etdi, dedi ki, mahnı artıq hazırdır. Bu mahnı günləri ben bu səhnəyə qalmaqdan öncə bu da filmdə göstərdim. Çok güzel bir mahnı. Fükarlıdır uça dağların, hüsnüne bir yaraşıktır yaşıl bağların. Bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. El bilir ki tükenmeyen servetini vardır. Sinen üstü ah pambıklı gen tarlalardır. Uruklarını göğün tezerde katar katardır. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Meskenim sen Azerbaycanım. Anam doğma vatenim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen